sağ verin. Mətbəxdən kənar sizi dostlarınız necə bir insan kimi tanıyır? Onu dostlarına Gözəl yoldaş, gözəl qardaş, gözəl müəllim, gözəl şəxsiyyət. Mən indi sağ verim. Gələcəkdə yaxşı olmaq üçün nə edəcəksiniz? Sizi də dostlar sevmək üçün nə edəcəksiniz? Yalan danışacaqsınız, danışmayacaqsınız. Nə bilim, necə elə öz həyatda aparacaqsınız ki, özünüzü yaxşı insan olsunuz? Səmimiyyətini qoruyacaq. Səmimiyyətini qoruyacaq, yaxşı insan olacaq. Əla cavabıydı. Siz demişdiniz, sağ olun. Aşpaz olmağa necə qərar verdiniz? Aşpaz, şirniyyatçı Aşpaz olmalı. şirniyyatçıyam. Neçə ilki təcrübəmdən son qərarım ömrümün sonuna qədər qənnatçı olmağa qərar verdim. Sevdiyimə görə. Siz sağ olun, sizin. Şirnilərdən ən çox sevdiyim şirniyyat. En çok Türk şiirlerini, Türk baklavası ve ıslak kekik daha çok seviyorum. Sağ olun. Sizin İngilizceniz nedir? Ne? İlketim geldi. Benim Gizli kalsın. Sağdı. Ne? Bence gizli kalsın. Bence gizli kalsın. Yok, böyle gizli kalsın. Olmaz. Ben hemşe yemekleri uşaq vaxtından pişirirdim. Öz sevdim idi. Ben o sadece neye götürdüm? Sen deyirəm ki, tuzun qabağını almaq olur. Ama tuzsuzluğun qabağını almaq olur. Yani ben uşaq vaxtından yemək pişirdiyim zaman, işlədiyim yerdə bacarım ilə tuzdan az istifadə edirdim ki, insanlara sağlamlığı hem koruyum, hem de ağız dadı müşteri özü yiyən zaman özünə uyğunlaşdırsın. Bilmem, səhv ilə düzülür. Sizin üçün, mən söyleyeyim, duzlu yeməkləri sevirsiniz, şirin yeməkləri. Duzlu, şorabaları sevir. Siz sağlığınızı mənməyə? En çok hansı yemeği hazırlamanı sevirsiniz ve niye? En çok siz hansı şirinlikdə, hansı yeməyi hazırlamaq istəyirsiniz və niyə? Səbəb. Ən çox muz tərkibli tortları hazırlamağı sevmirəm, yeməyi sevirəm. Ona sevdiyimə görə də, ağız dadıma görə onu hazırlayıram. Məcburiyyət hazırlayıram. Sizin sağlığınız? Sadə sual verək. Siz şirniyyatı sevirsiniz, kiloya görə, kilo artırmağa görə. Sevirsiniz. Ama sizin sağlığınız mənim keyfə qalır. Yemek pişirərkən gözdə dadına baxın, hamısını yemək edirsiniz.